Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Mən burada müraciətim olacaq piyadalara. Sizdən çox xahiş edirəm, artıq dərəcədə xahiş edirəm. Maşının qabağına özünüzü atmayın. İşıqfordan istifadə eləyin. Piyada keçid xəttlərindən istifadə eləyin. Tunellərdən istifadə eləyin. Xahiş edirəm, özünüzü maşının altına atmayın. Bunların içində az yaşlısı da var, orta yaşlısı da var, hətta yaşlısı da var. Bugün artıq bir dənə Biləcəridən Neftçilərə gəlincə bir 6 nəfər maşının qabağını özünə atıb. Yəni 6 dəfə mən belə deyim də güclü həyəcan keçirmişəm. Niyə belə edirsiniz axı? Sizin həyatınız bu qədər mi ucuzdur, bu qədər mi dəyərsizdir, bu qədər mi önəmsizdir? Axı siz böyük bir dəyərsiniz, axı siz insansınız. Yəni, mən necə deyim artıq mən bilmirəm, yəni, nə olar ki, bizi də təhlükəyə atmayın, öz həyatınızı da təhlükəyə atmayın. Axı, 3 saniyədən, 5 saniyədən nə olacaq? Yəni, 3 saniyə geç, nə olacaq? Dünya mı dağılacaq? Xahiş edirəm, eləməyin belə. İnanın səmiyyətimə, mən bayaqdan, yəni, nələr keçirmişəm, yəni, bunu bir Allah bilir də, yəni. Vallahi, dəhşətdir, çox xahiş edirəm, hörmətli piyadalar. Yəni, eləməyin, bu qədər laqeydlik eləməyin, öz həyatınıza qarşı bu qədər laqeydlik eləməyin.